iPhone 20 Apple'ın yubiley modeli. Və internetdə yayılan məlumatlara görə bu iPhone tamamilə knopkasız, düyməsiz olacaq. Ümumiyyətlə bu iPhone-da fiziki düymələr olmayacaq. Tam knopkasız, tam futuristik və tamamilə yeni iPhone. Nə baş verir? Yubiley iPhone fiziki düymələr əvəzinə toxunma düymələr alacaq, əyri ekran, sensor düymələr və yeni texnologiyalar gözlənilir. Çinli Insider Instant Digital'ın məlumatına görə Apple iPhone seriyasının 20-ci il dönümündə satışa çıxarılması gözlənilən yubiley iPhone 3-ün bərk düymələri sınaqdan keçirməyi davam etdirir. Burada klassik mexaniki elementlərin birbaşa korpusa quraşdırılmış, həssas toxunmaya cavab verən sensorla əvəz edilməsi nəzərdə tutulur. Bu düymələr artıq çətin şəraitdə, əlcəklə, yaş əllərlə həddindən artıq temperaturda istifadə ediləcəyi bildirilir. Device söndürüldükdə və batareya tükəndikdə belə düymələrin işlənməsinə imkan verən xüsusi enerjiyə qənaət edən mikroprosesordan da bəhs olunur. Xatırladaq ki, sensor düymələr haqqında ilk məlumat iPhone 15 buraxılışından əvvəl ortaya çıxıb. Bu o deməkdir ki, Apple onları təxminən 4 ildir inkişaf etdirir. Yeni konsepsiya dizaynla sıx bağlıdır. Şirkət dörd kənarı boyunca əyri olan bir ekranı hazırlayır. Bu çərçivəsiz və sonsuz şüşə effektini yaradacaq və mexaniki düymələri aradan qaldırılması bu dizayna doğru əsas addım olacaq. Insider həmçinin bir sıra mümkün yeniliklərdən də bəhs edib. 2 qat sandwich OLED ekran, Face ID ekran altında olan ön kamera, təxminən 6000 mAh-lıq batareya, ekran altındakı audio sistem və reversiv zaryadka olması deyilir. Yubiley iPhone-nun 2027-ci ilin payızında təqdim ediləcəyi gözlənilir. iPhone 10 2017-ci ildə təqdim edildikdə belə bir çoxları tərəfindən qəbul edilmirdi və bu ola bilməz deyirdilər. Amma buna baxmayaraq bir çox smartfon istehsalçıları həmən smartfonu təkrarlamaq istədi. Görəsən iPhone 20 necə olacaq? Eyni uğuru təkrarlayacaq, yoxsa uğursuzluğa məruz qalacaq? Amma inanmıram ki, Apple'ın yaratdığı yeni bir futuristik iPhone uğursuzluğa düçar olsun. Siz necə düşünürsünüz? iPhone 20 yeni bir uğura addım atacaq, yoxsa uğursuzluğa düçar olacaq? Bu barədə kommentlərdə yazın.